İyunun 16-sında Abşeron, Xızı və Quba Xasmaz İqtisadi rayonlarında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilir. Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və dövlət proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi ilə təşkil edilib. Qubada keçirilən tədbirdə aidiyyatı dövlət qurumlarının nümayəndələri, habelə Abşeron, Xızı, Quba, Qusar, Siyəzən və Şabran rayonlarını təmsil edən fermer və sahibkarlar iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Prezident Administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağzəliyev, Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər və bu istiqamətdə qarşıya qoyulan vəzifələr barədə danışıb. Həmçinin yeni dövlət proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçılara məlumatlandırıb. Qeyd edib ki, aqrar sahədə əldə olunmuş nəticələr növbəti mərhələdə daha yüksək məhsuldarlığın təmin edilməsini, rəqabət qabiliyyətli istehsalın genişləndirilməsini və özünü təmin etmə səviyyəsinin artırılmasını zəruri edir. Prezident köməkçisi vurğulayıb ki, yeni dövlət proqramı aqrar sahənin dayanıqlı inkişafına, ərazi təhlükəsizliyinin möhkəmləndirilməsinə və daxili istehsal potensialının artırılmasına xidmət edir. Aqrar sahənin inkişafı ilə bağlı qəbul edilmiş bu proqramın zonalar üzrə müzakirəsinin keçirilməsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən qarşımızda tapşırıq vəzifə kimi qoyulmuşdur. Söhbət bu proqramın geniş müzakirəsini təşkil etmək, eyni zamanda sahibkarları dinləmək, onlara narahat edən problemləri öyrənmək və bu proqramın mahiyyətini və onlara verə biləcək güzəştlərdir, dövlət tərəfindən dəstəkdir, bütün bunlar haqqında danışmaq, o cümlədən də proqramın yeni yetirilməsi nəticəsində nə əldə edəcəyik, bunu da biz bu sahibkarlara, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iri sahibkarlara, aqropark nümayəndələrinə və görürsünüz, hər birində artıq bu gün də daxil olmaqla 7 müşavirə keçirildi. Hər bir müşavirədə hardasa 250-260 iri sahibkarlar iştirak edirdilər və onların fikirlərini də biz müzakirə vaxtı mütləq nəzərə aldıq. Kənd Təsərrüfatı Nazirinin müavini Seymur Səfərli dövlət proqramı çərçivəsində fermerlər üçün nəzərdə tutulan yeni dəstək mexanizmləri, müasir texnologiyanın tətbiqi və istehsalın səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat verib. Nazir müavini buğdaçılıq, bağçılıq, heyvandarlıq və quşçuluq sahələri üzrə müəyyən edilmiş hədəflərdən bəhs edərək suvarma, texnika təminatı, saxlama infrastrukturu və güzəştli maliyyələşdirmə imkanlarının genişləndirilməsinin, məhsuldarlığın artırılmasına və fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib. Ölkə başçısının tərəfindən imzalanmış dövlət proqramı kənd təsərrüfatının bir çox sahələrini əhatə edir və heyvandarlıq, quşçuluq, balıqçılıq və bitkiçilik sahələrini. Burada nəzərdə tutulan ilkin hesablamalar sadəcə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarla yerlərdə topladığımız məlumatlar əsasında formalaşmış bir rəqəmdir və bu rəqəmlər Kənd Təsərrüfatı Nazirliyində yaradılmış işçi qruplar tərəfindən təkrar bir də dəyərləndiriləcək. Bəli, ola bilər ki, artıq, ola bilər ki, daha çox olsun və bu istiqamətdə də işlər yerinə yetiriləcək. Sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov aqrar sahənin dayanıqlı inkişafında su ehtiyatlarının səmərəli idarə olunmasından və etibarlı su təminatının əhəmiyyətindən danışıb. O regionlarda həyata keçirilən su təsərrüfat layihələri, suvarma infrastrukturunun modernləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Daha sonra Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonda kənd təsərrüfatının inkişafı, mövcud aqrar potensial və dövlət proqramından irəli gələn vəzifələr barədə məlumat verib. O bildirib ki, Quba ölkənin əsas meyvəçilik mərkəzlərinin biri olmaqla yanaşı, bağçılıq, heyvandarlıq və emal sənayesinin inkişafı üçün geniş imkanlara malikdir. İlqar Mahmudov dövlət proqramının icrası məqsədi ilə rayonda müvafiq fəaliyyət planının hazırlandığını, kənd təsərrüfat sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi və aqrar potensialın daha səmərəli reallaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Müzakirələr zamanı çıxış edən fermer və sahibkarlar aqrar sahədə göstərilən diqqət və qayğıya, eləcə də yaradılmış əlverişli biznes və investisiya
müzakirə mühitinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Çıxışlarda proqramdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyə, yerli istehsalın artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə bundan sonra da töhfə verməyə hazır olduqları ifadə edilib. Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ərazi təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib. O dövlət proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi, aidiyyatı qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və qarşıya qoyulmuş vəzifələrin operativ şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirərək dövlət proqramının icrası prosesində nəzərə alınacaqdır. Çingiz Qəldimli, Şuşalı, Qafqaz TV.